Bugünkü dərsimiz qurucu. Hər gün işdən gəlib şam etdikdən sonra qızım Zeynəb başımın üstünü kəstirir. Məni cürbəcür oyuna, söhbətə çəkir. Onunla əylənmək mənə də zövq verir, könlümü açır. Odur ki, çağırışına həvəslə qoşuluram. Onu sevindirmək, maraq yaratmaq üçün hər dəfə təzə bir şey axtarıb tapıram. Yatanacan başını qatmağa çalışıram. Bir axşam evə çox yorğun gəlmişdim. Həmən gün mədəndə qəza baş vermişdi. Mən də bütün günü yenicə qazıb qurtardığımız neft quyusunun yanında olmuşdum. Qızım isə həmişəki kimi oynamaq həvəsində idi. Yorğun olsam da qəlbini qırmaq istəmədim. İkimiz də stolun arxasına keçdik. Zeynəb iki ayağını bir başmağa dirəmişdi ki, gəl təzə oyun oynayaq. Həvəssiz halda onu məşğul etmək üçün yeni bir əyləncə tapmağa çalışırdım. Fikirləşə-fikirləşə stolun üstündəki domino qutusunu qarşıma çəkdim. Özüm də fərqinə varmadan qara mərmər kimi işıldayan balaca daşları bir-birinin üstünə qoymağa başladım. Axırıncı daşı qoyanda gördüm ki, stolun üstündə əməlli başlı bir bina ucalır. Qızımın da baxışları qəribə bir maraqla bu binaya zillənmişdi. Hə, necədir? Xoşun gəlir? Qızımdan soruşdum. Yaxşıdır ata, yaxşıdır deyə o balaca əllərini sevinclə bir-birinə vurub şappıldatdı. Sonra nə fikirləşdisə tez xəbər aldı. Ata, birdən uçursam nə edərsən? Yenidən quraram. Qızım şəhadət barmağı ilə binaya necə toxundusa, domino daşları bir andaca stolun üstünə və döşəməyə səpələndi. Zeynəb yerə tökülmüş daşları yığdı, gətirib qabağıma tökdü. Az keçmədi, bayaqki bina hazır oldu. Qızım yenə uçurtdu, mən də yenə qurdum. Qızımın bunu nə vaxt uçuracağını gözləyirdim. O, yenə zəhmətimi zay etsəydi, yəqin ki, bu işi yenidən görməyə səbrim çatmayacaqdı. Mən dedim, istəyirsən özün qur. Binanı özüm uçurub domino daşlarını ona tərəf itələdim. Zeynəb həvəslə ağ xalı qara daşları bir-birinin üstünə düzməyə başladı. Düzdükcə sevinci yerə göyə sığmırdı. Lakin qurduğu evcik yarıya çatmamış uçdu. Qızım pərt oldu. Ancaq ruhdan düşmədi. İnadından dönmədi. Mən də ona səhvlərini başa saldım. Dedim ki, bala, bir işə başlayanda bünövrəsinə fikir ver. Bünövrə gərək düzgün qoyula. Bir balaca əyri oldu, qurtardı. Duruş gətirməz. Qızım da dediklərimə diqqətlə qulaq asır, daşı daş üstünə qoyurdu. Gəlirdi, lap az qalmış daşlar sürüşüb ətrafa səpələnirdi. O da yenidən yığır, yenidən işə başlayırdı. Zeynəbin hər dəfə daha həvəslə, daha inadla işə girişdiyini gördükcə sevinir, fərəhlənirdim. Ürəyimdə deyirdim, bax belə, ağıllı qızım, həmişə çətin işin dalınca get, qurmağa, yaratmağa, ucatmağa çalış, ay mənim qurucu qızım. Nəhayət alındı. Qızımın tikdiyi ev hazır idi. Bu onun həyatında ilk yaradıcılıq işi idi. Zeynəb fəxrlə gah öz sənət əsərinə, gah da mənə baxırdı. Deyəsən, məndən tərif gözləyirdi. Mən, hə, görək sən tikdiyin ev doğrudanmı möhkəmdir? Bunu deyib, mən də şəhadət barmağımı domino daşlarından düzəldilmiş evə uzatdım. Birdən qızım balaca əlləri ilə əlimdən yapışdı. Yox, atacan, dəymə. Niyə? Qorxursan ki, uçar? Hə, bilirəm ki, uçacaq. Amma bayaqdan əziyyət çəkirəm axı. Qoy biraz dursun da. Mən gülüb qızımın üzündən öpdüm. Elə bu zaman anasının səsi gəldi. Zeynəb, yatmaq vaxtıdır.
İndi isə söz mücrüsündən sözlərimizə baxaq. Başının üstünü kəstirmək, iki ayağını bir başmağa dirəmək, yerə göyə sığmamaq, ruhdan düşmək, səbri çatmamaq, bünövrə. Bugünkü dərsimizdə, yəni bugünkü mətnimizdə biz bu sözləri gördük. İndi suallara cavab verən zaman bu sözlərdən istifadə etməliyik. Gəlin baxaq. Başının üstünü kəstirmək. Rus dilində nasitsa sa mной. Yəni bunun mənası çox əzizləmək, həddindən artıq qayğı göstərməkdir. İki ayağını bir başmağa dirəmək. Stoyat na svayom. Yerə göyə sığmamaq. Yəni burada sevinç mənasındadır. Xoşbəxtlikdən 7-ci göydə olmaq. Не находить себе места от счастья. Ruhdan düşmək, həvəsdən düşmək mənasında. Past duxam, unıvать. Səbri çatmamaq. Не хватит терпения. Bünövrə, fundament, основа. Bu günləri bu sözləri öyrəndik. Dərsimizin adı qurucudur. Qurucunun mənası qurmaq, tikən, ev inşa edən, yaradan, yaradıcı insan, qurub yaradan, tikinti ilə məşğul olan insandır. Yəni Zeynəb də bizdə qurucu idi. Nə anladı? Ata qızı ilə necə vaxt keçirirdi? Ata nə üçün yorğun idi? Atası qızına hansı məsləhətləri verdi? Zeynəb nə ilə fəxr edirdi? Bu suallara cavab tapdınsa, deməli, sən dərsimizi anlamısan. Gəl baxaq, ata qızı ilə necə vaxt keçirirdi? Ata qızı ilə əyləncəli vaxt keçirirdi. Qızı ilə əylənmək ona zövq verirdi, könlünü açırdı. Ona görə qızının çağırışına həvəslə qoşulurdu. Onu sevindirmək, maraq yaratmaq üçün hər dəfə təzə bir şey axtarıb tapırdı. Yatanacan başını qatmağa çalışırdı. Ata nə üçün yorğun idi? Atanın yorğun gəlməsinin səbəbi həmin gün mədəndə qəza baş verməsi idi. Ata bütün günü yenicə qazıb qurtardıqları neft quyusunun yanında olmuşdu. Atası qızına hansı məsləhətləri verdi? Ata qızına məsləhət verir ki, bir işə başlayanda bünövrəsinə fikir versin. Bünövrə gərək düzgün qoyula. Bir balaca əyri oldu, qurtardı, duruş gətirməz. Zeynəb nə ilə fəxr edirdi? Zeynəb öz yaratdığı sənət əsəri ilə fəxr edirdi. Düşün və cavab ver. Mətndə hansı epizodlar ataya aid aşağıdakı xüsusiyyətləri əks etdirir? Qızım pərt oldu, ancaq ruhdan düşmədi, inadından dönmədi. Fikri qızın hansı xüsusiyyətini nümayiş etdirir? Sizcə Zeynəbdən sonra atası yenidən dominodan ev qursaydı, qızı onu da fikirləşmədən uçurardı mı? Fikirlərinizi əsaslandırın. Mətndə hansı epizodlar ataya aid aşağıdakı xüsusiyyətləri əks etdirir? Ata qayıtkeşdir. İşdən yorğun qayıdan ata heç nəyə baxmayaraq qızına vaxt ayırır. Onunla söhbət edir, oyun oynayır. Ata səbirlidir. Domino daşlarından qurduğu evi qızı dəfələrlə uçurdur. Lakin ata onun bu şıltaqlığını səbirlə izləyir. Ata yaradıcı insandır. Hər gün qızı ilə yeni oyunlar oynayır. Qızım pərt oldu, ancaq ruhdan düşmədi, inadından dönmədi fikri qızın hansı xüsusiyyətlərini nümayiş etdirir? Zeynəb inadkardır, əlimkardır. Sizcə Zeynəbdən sonra atası yenidən dominodan ev qursaydı, qızı onu da fikirləşmədən uçurardı mı? Fikrinizi əsaslandırın. Zeynəb domino daşlarından ev qurarkən əziyyət çəkdi. Dəfələrlə cəhd etdi. Məncə atasının qurduğu evi uçurmağa əli gəlməzdi. Artıq bu işin zəhmətlə başa gəldiyini anlamışdı.